Azərbaycanın torpaqlarının işğala düşməsinə Xoren adında parazit maksimum yardım etdi və dəstək verdi. İndiki şəraitdə yenə də biri deyir ki, Azərbaycan benzininin arxasınca Ermənistana 300 min Azərbaycanı gələcəkdir. Digəri deyir ki, bu Azərbaycan benzinini almaq erməni millətinin var olub olmadığı məsələsidir. Milli konsepsiyadır, milli əxlaq məsələsidir. Başqası çağırış edir ki, avtomobillərinizə Azərbaycan benzinin doldurmuyor. Biz də gecə-gündüz çağırırıq ki, sülh şəraiti yaradılmalıdır. Sərhədlər açılmalıdır. Kommunikasiyalar açılmalıdır. Gərginlik keçməlidir. Müharibə olmamalıdır. Azərbaycan xalqı heç zaman müharibə istəməyibdir. Amma torpağımızı da heç kimin dədəsinə bəxşiş verəsi deyilik. Qərbi Azərbaycandan qovulmuş Azərbaycanlılar öz yurtlarına qayıtmalıdırlar. Bu 2x2'dir. Burada qəribə bir şey yoxdur. Ermənilər isə benzinə, taxıla, milliyə kəsirlər. Sən deməyəsən, benzinin Azərbaycanlısı, Rusu, Palyakı, Amerikalısı varmış, Ərəbi varmış. Xatırlayırsınız əziz dostlar, o məlun Silva Kapitkanın məşhur bir ifadəsi vardı. Deyirdi ki, aramın qulağına qışqırın ki, səni düşməni Türk'tür. Bunların mənəvi ideoloji atası sayılan Qaregin Nijde, bilirsiniz o Azərbaycanın Naxçıvan bölgəsində doğulmuşdu. Anası da məşhur fahişə olubdur Qaregin Nijde'nin. Və bu Alman faşistləri tərəfində Sovet xalqlarına qarşı zülüm etməkdə aktiv iştirak edibdir. Qaregin Nijde təkcə Krım yarımadasında 45 min Yahudinin və 6 min Krımçakın, Krımçak kimə deyirdilər? İudaizmə tapınmış Krım tatarlarına. Onların qətlə yetirilməsinə başçılıq edibdir. Qaregin Nijde. Hətta tarixdə ən dəhşətli fakt odur ki, bu Qaregin Nijde adındakı bu məlun, bu insanlıq düşməni, bu antibəşər cani Almanlara bir avtomobil sifariş verir. Kuzov hissəsi, üstü örtülü, yanları örtülü, maksimum çip bir şəkildə hazırlanmış avtomobiller sifariş edir. Qaregin Nijde, Kırım'da. Almanlar bu avtomobili düzəldirlər, gətirirlər. Bu mühərrikdən çıxan qazların, o səs batırıcıdan çıxan borusu, həmin o dəm qazı ötürülür boru vasitəsilə kuzovun içərisinə. O örtülü, üstü, yanı, hər yeri, kip örtülü kuzovun içərisinə uşaqları doldururlar. Avtomobili kənara çəkib 20-25 dəqiqə işlədirlər. Uşaqlar orada dəm qazından boğulub ölürlər. Qaregin Nijde'nin təklifi ilə ki, güllə vurub onların dərisini yaralamasınlar. Çünki faşistlər uşaqların dərilərindən çanta tikirdilər. Ayrı murdar əməllərlə məşğul olurdular. Qaregin Nijde həmin o 45 min Yahudinin və 6 min İudaizmə tapınmış Krım tatarının qətlə yetirilməsinə birbaşa başçılıq edib bu cür vəhşi anti-insani üsullarla. Qaregin Nijde bu Rusiyada yaşayan ermənilərin bir qəzeti vardır, saiti vardır, Yer Kıramaz. Açın ona baxın. Onun başında Qaregin Nijde'nin bir şuarı vardır ki, Türk'ünə mübarizə etmədiyiniz bir gün olmamalıdır həyatınızda. Bu
heyvani nifrət deməkdir. Qaridin Nicde'nin şuarı bugün Rusiyada çıxan ermənilərin Yerkramas adında qəzetinin lozungudur. Sizin həyatınızda Türk ilə mübarizəsiz bir gününüz olmamalıdır. Bunlar xəstədirlər. Bunlar anormaldılar. Sukiyasyan deyilən deputatın ailəsi bu çoxlu yanacaq doldurma məntəqələrinə sahibdilər. Üçüncü qurumların vasitəsilə, üçüncü dövlətlərin vasitəsilə bizdən benzin istəyiblər. Bizimkilər də o benzini göndəriblər. Təbii ki, puluyla. Bizim erməninin dədəsinə, babasına borcumuz yoxdur. Amma indi həmin benzinin ətrafında bunlar elə bir oyun çıxardırlar ki, bəlkə unudanlarınız vardır, əziz dostlar. 1988-89-cu illərdə bunlar Miyatsum ulaşmasına başlayanda Qarbaçov Azərbaycana qarşı ərazi iddiasını kamuflyaj etməyə, maskalamağa çalışdı. Və ermənilərin əli ilə, dili ilə dedilər ki, güya bunlar xay sinifindən olduğuna görə bunların hüquq və haqları tapdanır və bunların sosial-iqtisadi problemləri varmış dedilər və Moskva milyonla pul ayırdı. Azərbaycan dövlətində məcbur elədilər ki, mərkəzi hakimiyyət milyonla pul ayırsın və Xankəndinə minlərlə vagonlarla tikinti materialları, qida məhsulları daşınmağa başladı. Nə edirdilər bunlar? Azərbaycanın göndərdiyi yağı, əti, südü, süd məhsulları, yiyəcək nə varsa hamısını dərələrə tökürdülər ki, biz Azərbaycanın qida məhsullarını yemək istəmirik. Və ya 2023-cü ildə xatırlayırsınız. Güya Azərbaycan bunları mühasirəyə alıbdır. Güya Qarabağda bunlara qarşı qəsdən iqtisadi böhran yaratmaq siyasəti aparılır deyə barbar bağırırdılar. Azərbaycan Qızılay Para Cəmiyyəti 29 gün Ağdam yolunda keşik çəkdi. Furalarla yemək, içmək, qida məhsulları gətirdilər. Erməni mələməyə başladı ki, yo, nə danışırsınız? Biz Azərbaycanın çörəyini yemərik, suyunu içmərik. 200 il Azərbaycanın qanun soran bu məlunlar Azərbaycanın qida məhsullarından imtina elədilər. Yenə söyləyirəm, bu heyvani səviyyədə nifrət deməkdir. İndi də benzinimizə. Niyə bunun qiyməti məhz 440 dramdır? Söyləmişəm sizə, əziz dostlar. Siz xorənə bal versəniz, deyəcəkdir ki, şirinliyi çoxdur. Yağ versəniz, deyəcək ki, yağlılığı çoxdur. Pendir versəniz, deyəcək, duzu çoxdur. Oksigen, hava versəniz, deyəcək, azotu çoxdur. Benzin göndərmişik, benzinə bunlar milliyyət təyin edirlər. Sən deməyəsən, benzinin, dizel yanacağının, hətta metalın, gübrənin milliyyəti olurmuş. Sabahları biz bunlara göndərəcəyimiz və ya ərazimizdən tranzit olaraq keçəcək yüklərə mütləq pasport verməliyik ki, bu benzin Xanты-Mansiysk vilayətində doğulubdur. Bəlkə Xorenonda bunu işlədər və sonra da deyər ki, yenə də Azərbaycan ərazisindən gəldiyi kimi bunu yoxlayın. Bu vəhşilik deməkdir. Hər zaman bəzən öz soydaşlarımız mənə yazırlar ki, mən kəskin danışıram. Mən kəskin danışmıram. Mən olanı deyirəm. Heç nəyi havadan, tabandan götürüb sizə danışmıram. 1980-89-cu ildə Azərbaycanın mərkəzi hakimiyyəti 100 milyonlarla dollara başa gələn ərzaq və tikinti məhsullarını Xankəndinə göndərirdi. Onlar da tikinti materiallarını götürürdülər, işlədirdilər, ərzaq məhsullarını dərələrə, çaylara tökürdülər. Birbaşa efirdə, hələ Sovet İttifaqının dövründə, Moskvanın
telekameralarının gözü qarşısında. Bütün dünya bunlar göstərmək istəyirdilər ki, ermənilərlə Azərbaycanlıların bir-birinə qarşı etnik dözümsüzlüyü vardır. Bizdə, Azərbaycanda heç zaman etnik dözümsüzlüyü olmayıbdır. Kiməsə qarşı. Biz erməni ilə vuruşmamışıq, biz düşmənlə vuruşmuşuq. Heç zaman Azərbaycan türkü üçün qarşısındakı düşmənin milli mənsubiyyəti və ya dini kimliyi maraqlı olmayıbdır. Mənim torpağıma hər kim gələcəksə əlində silahla ona müqavimət göstərəcəyik. Biz Xorenlə ona görə vuruşmurduq ki, Xoren ermənidir. Biz ona görə vuruşurduq ki, Xoren işğalçıdır. Xorenin yerinə İvan olacaqdı. İvanın yerinə Morgan olacaqdı, Jordan olacaqdı, yenə vuruşacaqdıq. Amma bunlar Azərbaycanın torpaqlarını qopartmaq, işğal etmək, zəbt etmək siyasətinə etnopolitik, etnik siyasi don geyindirirdilər. Millətlərin öz müqəddəratın təyini hüququnu həyata keçirmək üçün hər şeydən imtina edirdilər ki, bütün dünya görsün ki, Xoren Məmmədən nətər nifrət edir. Suyun da istəmir, çörəyin də istəmir, buğdasını da istəmir. Halbuki 88-ci ilə qədər Azərbaycanın varidatın heyvan balası kimi basıb yeyirdilər. Daşıyırdılar, sökürdülər. Siçovul taxıl ambarına darışdığı kimi Xoren, Qurgen, Suren sürüsü darışmış Azərbaycanın orqanizminə. Sökürdülər hər tərəfdən, söz belə demək mümkün deyildi. Xankəndində o vaxt Narodnu Kontrol deyirdilər, Xalq Nəzarəti şöbəsi və ya Daxili İşlər Nazirliyinin strukturları və ya Respublika Prokurorluğunun strukturları erməniyə gözün üstə qaşın var deyə bilməzdilər. Və ya bir xidmət vardı, ABXSS deyirdilər. Sosialist əmlakını dağıdanlarla mübarizə cəmiyyəti. Azərbaycanlı ABXSS Xankəndində erməniyə barmağı ilə toxuna bilməzdi. Moskva qoruyurdu. Vaşinqton qoruyurdu. Paris qoruyurdu, Tehran qoruyurdu. Sən sadəcə erməni deyə bilməzdin Sovet İttifaqı dövründə. Sən yoldaş erməni deməliydin. Yox, erməni yoldaşlar. Yoxsa Moskva səni elə cəzalandırardı ki, adın yadından çıxardı. Onlar bu şəraitdə yaşayırdılar. Azərbaycanı sökürdülər. O çaqqal sürüsü darışmışdı Azərbaycanın bətninə. 1920-ci il 30 noyabrında Nəriman Nərimanov Zəngəzurun ermənilərə bəxş edilməsi barədə çıxış edəndə deyir ki, artıq bu iki qardaş İraq olsun, bu iki qardaş xalqın arasında düşmənçilik yoxdur. Güya müsabatçılarla daşnaqlar imiş bir-biri ilə vuruşan, artıq komünistlər gəldi, bolşeviklər getdi, hər şey superdir. Zəngəzuru Azərbaycan güzəştə gedir. Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti adında bir iyrənc qurum yaradılır və nəinki torpağın verir, həm də neftin, kerasinin, Rusiyanın, Azərbaycanı və Ermənistanın ümumi dəyəri elan edir. Əlbəttə ki, bu Nəriman Nərimanova Moskvadan edilən təzyiq idi ki, sən bunu bu cür oxumalısan, o da onu cür oxuyurdu. Söktülər. O orqanizmimizə darışıb diri-diri bizi yedilər içərdən, çöldən. 88-ci ildə bu Miyaçun vərəmi başlayanda bütün dünya mələdilər və göstərməyə çalışdılar ki, bizim aramızda etnik dözümsüzlük vardır, patoloji nifrət vardır və s. və ilaxır. Ona görə də biz Azərbaycanın yağın, südün, ətin yemirik. Necə ki, bunu 2023-cü ildə Xankəndində yeyib-içib göbək rəqsi oynayırdılar. Amma Makronun dili ilə barbar bağırırdılar ki, Avropa parlamentarilərinin dili ilə barbar bağırırdılar ki, güya Azərbaycan orada iqtisadi böhran düzəldir. İndi də benzinimizi ilişirlər.
Ama benim iradem olsaydı iki şey ederdim. Ya hemen onları bundan məhrum ederdim ya da ki Ermənistanın bütün iqtisadiyyatını işgal ederdim. A'dan Z'e kadar. Her nemeneler varsa bizden asıl olsunlar. Ki istenilen zaman o vintili biz bağlayabilək. Xoren anlasın ki cıngırın çıxardı mı Bakı qapazı koyacaktır onun alnının ortasından. Başka yolu yoktur. Hiçbir insani üsulundan siz vazgeçindən adam düzəldə bilməzsiniz. Əziz dostlar, bütün bu fikirləri diqqətinizə çatdırmaq üçün görüşünüzə gəldim. Gerçəkdən yorulmuşuq biz bu məsələlərdən danışmaqdan, amma əlacımız yoxdur. Nə qədər ki bu biti birəni Rus darışdırıbdır Qafqazın canına, biz bu həqiqətləri söyləmək zorundayıq. Boynumuzun borcudur. Verilişlərinizi bəyənib paylaşın. Əziz dostlar, əziz həmvətənlər. Şərhlərinizi yazın, düşüncələrinizi bizə bildirin. Və təbii ki, televiziyamıza abunə olun. Bu sizin verdiyiniz dəstəkdir. Özünüzü qoruyun. Allah'a emanet olun.